Kütahya şeylərdən istəyirsən? Varasın gətir. Kütahya. Gəl bunları çəkək. Nə qəşəngdir. Nə alarsan bacıya buradan? Balıklar. Ha, burada padarışlar değil. Bak bloknot da var. Pervi. Bloknot olsun istemiyorsun. İstəmirsən? Burada da var bak dərs. Nabor. Nabor. Bak bu da şeydə. Lastik. Pozan değil bu. Sturka. Pomadadır. Pomada formasında. Sturka. Onda bu bir de Gəl alayıq. 8 martda. bu çiğde. Valetovi bu da. Хотя Хотя бы, ага, bu фиолет. розовый, ага, süper. Bu da şeydi, tatu, nakleyka. Bundan almaq lazım Miloş'a yarışmasına. Götürəm bir dənə. Qəşəkdir bu. Bu da. Bu da qəşəkdir. Trava. Bu da qəşəkdir bak. Yukarıda дома trava var. Rezinki. Ay. Zerkan. Zerkan lazım deyib bizə. Ha? Vazın. Hı. Vazın. Onda Baxsın çünkü diyor. Burada qəşəng məhrəba var. 50'nin 95'e 400 manata qəşəngdir. Sonra Fediya. Fedul. Bayıldım, bayıldım. Dəhşət, süper şeylər gəlibdi fix price-a. Görün ha vaxtın gəlmirəm. Nə qəşəngdir bunlar. ben TikTok'ta görmüştüm. Bebek kuska göstermiştiler. Burada Leopar. Nə qəşəngdir. burada teze kuskalar hamısını göstermişti. Padar üstündə var yuxarıda. Maçı. Bu təzə gəlir. Ben maçı hoşlanmıştım TikTok'ta. O, değil. Kompletniца. Красиво, да? Alisa demişti sen. Ne geçe var kızlar. Buna bayıldım. Limonlu. Kulağıma şeytan pıçıldayır. Bunu istəyirəm mən. Mama. İçinə malakoza töküb nəsə pişirəndə qoymağa. Kaktus. Bu Fede bu bildin nədir? Ha. Kütahya. Kütahya şeyləri var ya orada. Şey için. Qoy onu çəkin. Bunu. Bu nədir? Oy. Duz qabıdır. Bana tuttum gitti. Bu potuşlar nədir görək? Belə bir qabda var. Kütahya. Bunlar var. Bu ejderha. Qəşəng şamlar var. Belə içinə pul qoymağa şeylər var. Nədir adı? Adı yadımdan çıxdı. Nəsə siz yazarsınız kommentdə. Şarj var. Dəhşət qəşəng mallar gəlir. Hələ mən buranı belə görməmişdim. Bu nədir? Sep. Disko şarlar. Disko şarı. O bir tərəf istəyirəm. O bu tərəfi. Ama kitayski de şapka var. Yenə gəldik. Belə gözəl bloknotlar. Hə. Şar. Wow. Bu 14 fevrala gətiriblər. O da Bunu. sedye. Tadı da. Nə qəşəng şeylər var imiş. Sedyişka var. O lapkaydı sedye. Sən əlinlə dəyər qırırsan. Sedyişki oxşadı. Bir belə paketə 600 manat pul verdik. Evə də gedəndə çəkərəm. Mama ne Nə aldığımızı. Akıratınca yıxılarsan. Yerlər əliyir. Gözünüz başımız aydın olsun. Amma sürçəkdir. Əlif deyə. Hə. İndi əriyir deyə vəbşə sürüncəkdir. O vaxtı biz burada kirədə qalırdıq bu binada. 3 il bu binada kirədə qalmışıq.
3 il nədir? Məktub 5-ci mərtəbəsində. Buranı elə xoşlayıram ki, 2 dəfə bura gəlib qalmışam deyə. Daha xoş gəlir mənə. Bunlar yoldaşım alır. Neçə kilodur? Neçə yekədir deyəsən. Tapamıram kiloyunu ki, hə, 2 kilodur. 4 kilo düydü, uzun düyü. 3 dənə çörək, bir dənə yuxa. Çərşənbəyə bəlkə göylü bilinç elədim. Bu da göydü. Soğandı, kişmişdi, şürdü. Sonra nə var? Ispanaq var. Belə. Burasından aldıqlarımızı göstəreyim. Bu marshmallowdur, belə. Marmalad kimi qəşəkdir. Aldıqca prob eləyək uşaqlar. Nətər dadır. Bu hamama almışam. Sonra bu biz elə bir hər dəqiqə yemirik bu uşaqlar. Hamımız xoşlayırıq evdə. Prosta amma hər dəqiqə yemirik. Bu uşaqlarındır. Onlar fazla xoşlayır. Bu da bizim. Mən də bunu xoşlayıram. Çörəklər oldum. İndi pişirəcəm. Sonra belə bir şey götürdüm. Miloşun yarışması olacaq. Ona saçını düzməyə, yapışdırmağa. Sonra bir də sok. Sonra oradan yenə çörək almışam. Niyə aldım? Çünki gözüm qabağında gətirdilər pekarnıdan. Dəhşət təzə idi. İndi soyub soymağın amma görsünüz. Siveci çörəkdir, ona görə aldım. Onun da yanına nə aldım? Ən sevdiyim. Bir axşam onu pişirəcəm. Skumbiya. Pişirəcəm deyəndə, yəni doğrayacağım, kartuşka da pişirəcəm, yeyərik. Amma oturur evdə. Skumbiyadır. Çox sevirəm da bunu. Sonra bir də belə kənd toyuğu aldım. Budumdan bilinir kənd toyuğu olduğu. Kənd toyuğu belə suqluq, qəşək bulyonlu. Ya aşnan eləyəcəm onu döşəməli, ya qaralı nəsə belə bir şey. Hə, belə. Baxdan işığı yandırmıram. Qaranlıq düşür. Bunları yerləşdirim. Çörəyi də. Yoldaşım da çörəyi çox alır. Heç belə bir şey eləmədik. Hepimizdən xəbərsiz çörək almışıq. Belə qoyum. Bunlar da bura. Xadimlikə. Doğrayacağım, buz açılsın. Buz açılsın. Hə, bunu Fix Price'dan götürdüm. Ki, sizə də çəkim göstərim. Belə. Hədiyyə paketləri hər cürə var. Hər qiymətə, hər razmerdə. Belə, bunu çox bəyəndim. Çərşənbələrdə zətdə qoymaq olar bayramda. Belə. Qiymətlər də yazıb, bloknotda dəstlə, dəst bir yerdə belədir. Sonra bu da pozandır, uşaqlara, qız uşaqlarına almaq olar. Bu da dəst idi, qutudadır. Kruşkadır qaşığınla, bu da nakleykalardır. Bu bilmədim nədir, Padarashinovu, ya Rashinovu, Svit. Başa düşmürəm nədir. Magnet, bu da magnetdir, 8 mart. Bu da atkritkadır. Şamlar hər cürə. Bunun içindədir şam, qıraqlarında yox. Qəşəkdir, bunu da xoşlar, bu da qəşəkdir. Belə 2 dənə vilka çıxdı. Bütün soslarını tömüşəm. Bunun sosu da var, göstərim, belə tomatdır. Belə bir sos var, ketçup var. Qəşək iyisi var, dəhşət. Suyu az tökürəm, belə sup kimi olmasın.
Elə də vay, bir də bir yiyəcək. Bu nə qəşəkdir. Şəmkirin dədə krustal deyil. Ram kətən pişirməyə. Baxın burada. Unu, pesoğu, süt, yumurta, hama çıxartmışam. 4 stəkan undur. Videonun altına yazacağım. Bir dənə yumurtadır, 1 çay qaşığı sodadır. Mən qabartma tuzu tökmürəm. Vanelim yox idi. Olsa vanil, bir paşka. 200 qram da kərə yağıdır. Yumuşalmış görsünüz. Yumuşalıb ev şəraitində. Sonra 2 dənə dolu xörək qaşığı. Dolunu qoy göstərim indi sizə. Belə dolu. Xörək bundan da dolu. 2 dənə belə bundan biraz çox. 2 dolu xörək qaşığı xama 20%likdir. Mən görsünüz, keçən dəfə də bundan istifadə elədim paxlavada, indi də bu xamağı xoşlayırıq. Belə, indi qatışdırım lazım olsa, axırda baxacam da xəmirə. Bu indi bunu tapmışam görsünüz. Çox şey eləmək lazım deyil buna. Çox yoğurmaq lazım deyil. Biraz hardasa 5 dəqiqə yoğurdum, 5 dəqiqə. Gözü toparlayıb hamısını. Qazanda heç nə qalmayıb. Belə qoyacağım salafana, xaladenikə qoyacağım. Buraları yığışdırandan sonra, içliyini hazırlanan sonra gətirib açacağım. Deməli, 2 stəkan undur, 1 stəkan pesoğ, vanilim olmadığına görə 1 çay qaşığı hili toz elədim. Deməli, istəsəz 1 çay qaşığı hili tozunu tökərsiniz. Vanilin yerini tökdüm. Bir ucdan qaf çıxır da yumağa. %100 qramda 2 stəkan un, 1 stəkan pesoğ, 100 qram yağ, 1 paşka vanil ya da ki hilin əzilmişi, 1 çay qaşığı. Bunu belə umaz. Eləyəcəm umazı da. Mikser olanla mən heç nə eləmirəm. Bu işləm işləmir. Umacı eləməyi göstərmək istəyirəm. Əminlə bu umacı yaxşıdır. Görürsünüz. Çıxardım, göstərim. Baxın. Çok qəşəngdir bu umacı. Baxın, bunu üstünə saxlayıram. Bunun üstünə indi bir xörək qaşığı duru yağ töküb üstünə çəkəcəm. Bu da 2 dənə yumurtanın ağı. Bu spatula ilə təmizləyim. Geçsin. Yaxşı bu qaşığı çıxardıqları ilə qəşəng sıyırır. Hə, bu yayanda tökülmür qıraqlardan. Qəşəng xamura yapışır. Belə eləyəndə. Deməli 670 qramdır hamısı opuşur. Tarasını çıxmışam qabın. 335 ortadan böləcəm də. 335-i bir koja, 335'i bir koja 2 yerə bölünəm.
Yine qərara gəldim ki, əlimə almışkən bir dənə də keks eləyim. Qalan ərzaqlarla. Simtan zət qalıbdı. Onu da südlə açdım. Bir şey oldu qatıq kimi. Yumurta iridir, suludur, onu görə 3 dənə vururam. 3 dənə yumurta. Belə. Çayın üzerində duz. Birinci onu qatım. Avarana qədər. Keçilərimiz çıxdı. İndi əl vura bilmirəm, çox qaynardı. Çox qaynardı. Bir də altını göstərim. Bunu da göstərim. Tövük almışdım, yadınızdadır.
balaca fərə. Bax onu qəşəng duz, istot, sarı kök, bir dənə də para soğan doğrayıb tökmüşəm qəşəng şeyləsin. Sabaha qədər bastırmalı aş eləyəcəm. Sabah bu da mənim bilinçlikdən ötürü olan göyümdür. İndi bunu eləyəndə biraz da pendir qatacağım. Burada göy soğan var, kişniş var. 2 dənə balaca dəstə ıspanaq var, bir də süd var. Bir də qəşəng gəlir. Keksin qabını isitdim, qəşəng. Bu özüm yoruluram. Hər sözün yanında qəşəng deməkdən. Danışanda da onu baxıyorum qəşəng. Səni çıxardanda bu qava qoydum isinsin. İsinir evində. Əvvəldən isitmək lazımdır ki, bu isti olsun, yapışdırmasın. Sonra da belə yağlayıram. Bu qavda heç vaxt mən bişirdiyim kekslər yapışmayıb. Heç vaxt yapışmayıb. Elə ilk dəfədən düz bu indiki vaxta qədər heç vaxt yapışmayıb. İlk dəfə bunu 12, nə bilim 11 yaşım var idi bişirəndə. Bu qəşəkləri qırıb şeyləmək istəmirəm, yemək istəmirəm. Görünə qəşəkdir. Bu belə əymişdimi? Belə oldu forması. Burada da istəsəz siz də elə əyif pişirərsiniz. Hələ tam buz kimi olmuyor. Amma yenə göstərmək istəyirəm. Kəsib sizə. Hilin nə qəşəng vurur. Göydən elə bir pambıq tökülür. Nətər iridir. İnşallah bizə də yaz gələr. Keksim də pişdi. Götürmüşəm. Və biraz soyub. Belə yoxlayıram. İkisi də pişibdi. Açanı da soyub. Buralarını görürsünüz, bax özü aralanır. Ehtiyac yoxdur. Da lazım olsa biraz bıçaqla zatla eləmək olar. Şöyle gözünüzün qabağında çıxartdım. Belə. Bu da soysun. Şeyi bura qoymaq istəyirəm kətəni. Buna su doldurum. Hə. Kətələri buz kimi olur bu şey. Bura gəlmək istəyirəm. Sonra da gizlətmək istəyirəm. Члена бандитмен çıxmışıq çölə. Bandit, banditka. Qəşəkdir. Hadi.
Sen de oyna ortada. Siz de oynayın. İndi də bu gözəl yollarla gedirəm poliklinikaya, stomatologisk. Dişim ağrıyor. Soyuğa istəyər. Reaksiya verir. Yemək yeyəndə, çay içəndə, dişimi yuyanda belə ağrıyır. Belə sızıldayır dili. Axır ki yer tapıb yazılmışam. Burası dövlət poliklinikasıdır. Pullu keçəcəm də. Klinikalardan burası ucuzdur biraz. Axır ki yer tapıldı. Biz onu sevinirəm. Evə gəldim. Uşaqlara başım qarışdı. Yemək zat verdim, elədim. Ha. Bilinçki bükmüşəm. Göy görmüşsünüz. Düyünü yuyub qoymuşam. Pişsin. Bilinçki də burada pişir. Şeydə beçanda qızartmışam burada. Belə. Qızarır. Altından düzəcəm. Gözdə hə. Qazanın dibinə düzəcəm, üstünə düyünü tökəcəm. Əvvəldən qızardanda belə qəşəng dadır. Sonra burada salatı yumaq istəyirəm, yuyacam. Bir də bir 2-3 dənə qabım var. Bunu yumuşam, yerləşdirmək lazımdır. Bu da aşa görə. Belə. Belə. Az-az indi nə edirəm, çəkəcəm. И вот так, малыш. Твое здоровье. К сожалению, книгу я не написал, зато занимаюсь музыкой. Сочиняешь? Нет, мое дело только играть. На пианино? На саксофоне. Боже мой, ничего не угадываю. Aş burada dəmlənir. Burada da tez belə çiyələmlə, gilasdan kompot eləyəcəm, qoydum pişsin. Sonra qavları da yudum, su çəkilsin, hamısını bir yerdə yığışdıracağam. Bir dənə bunu yumamışam, bunu da qoydum. Divi yapışmışdı da, su tökdüm, yumuşalsın, yuvarım. Salatı da elədim. Miloş, bunu harlardan çıxartdın? Tulla da bu ikisini də. Hə, salatı da eləmişəm. Bunu da bura qoyaq. Döyğüm vardı, o dəfə pişirmişdim. Bilinçiki hazırdır, göy bilinçiki. Salat da hazırdır. Yeri zadı süpürüb eləmişəm. Stolu bəzəmək qalır. Onu da gedim, dincəlim, çay içim. Eləyəcəm. İndi rana. Çəkim. Karandaşı götür. İndi какой bukva razna? Biri ramadır, biri rana. Madde sonra çək. Sonra o birində. Ay sağ ol. Malades. İndi burada var yaz. Mak. Bunu bax. Mak. Волками. Тихо за кустом ежи подсмотрели, идут ежи. Ежики с иголками, ужики под елками. Тихо за кустом ежи с иголками. Ежи с иголками, ужики под елками. Тихо за кустом ежи посмотрели, идут ежи.